Bismillahirrahmanirrahim. Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı sizin ve ailenizin üzerine olsun. Allah size yeni, güzel, xeyir kapılar açsın. Değerli insanlar, güzel insanlar. Biz bu qərara gəldik ki, həftənin sonlarında, yəni şənbə günləri, həftə sonlarına hansına uyğun gəlsə, bir videoda gənclərimiz üçün çəkək, abituriyentlərimiz üçün çəkək, tələbələrimiz üçün çəkək, onlara bir tövsiyəmiz olsun. Yəni əslində ömürdaşım təklif etdi ki, sən bir təcrübəli müəllimsən, bu qədər tələbələr yetişdirmisən, dünyanın bütün universitetlərində tələbələrin oxuyur. Bu təcrübəni də onlarla paylaş ki, gənclərə bir örnək olsun, bir yol göstərsin, onları həyata hazırlayaq. Gerçəkdən də bu gözəl təklifi mən qəbul etdim və fikirləşdim ki, imkan olduğu müddətdə həftə sonları, heç olmasa həftədə bir video çəkək, öz təcrübəmizi, müəllimlik təcrübəmizi, onlardan öyrəndiklərimizi, oxuduqlarımızı, tətbiq etdiklərimizi gənclərlə paylaşaq ki, onlara da bu dar zamanda, bu zor zamanda, bu çətin zamanda gəncləri çaşdırmaq üçün hər şeyin şeytan kimi onların üzərinə tökülüşdüyü bir zamanda onlara bir yol göstərək, onların əlindən tutaq. Bu da bir vəzifədir, gözəl insanlar, milli vəzifədir, insani vəzifədir, Allahın sevdiyi bir vəzifədir. Ki biz gənclərin əlindən tutaq, onlara yol göstərək, onlara yardım eləyək. Onların işlərini biz görməyək, onlara yardım eləyək deyirəm, gözəl insanlar. Və buna da əmin olmanızı istəyirəm ki, Azərbaycan xalqı istedadlı xalqdır, gəncləri istedadlıdır. Bunu mən bir müəllim kimi deyirəm, şişirtmədən deyirəm. Gerçəkdən belədir. Qeyri-adi bir imkanı var bu xalqın. Sadəcə bizim vəzifəmiz odur ki, o toxumu düzəldək, böyüdək, onların özlərini kəşf etməsinin yoluna açaq, gözəl insanlar. Ona görə də belə bir silsilə videolar çəkmək qərarına gəldiyim gözəl insanlar. Və bu ilk videomun da adını belə qoydum ki, gənclərin fürsət yaratmasına nələr mane olur? Baxın, burada öncə bir açıqlıq gətirmək istəyirəm ki, bizdə belə bir yanlış təsəvvür var ki, fürsət hardasa dayanmış bir şeydir və bizi gözləyir, gəlir sonra da bizi tapır. Belə bir şey yoxdur. Bunun altından xətt çəkirəm. Fürsəti biz yaratmalıyıq, gözləməməliyik. Gözləsən də gəlməz. Fürsət üçün çalışacağıq. Fürsəti yaratmaq üçün addımlar atacağıq. Fürsət bizim qapımıza gələcək. Biz fürsət üçün çalışdıqca fürsət də bizim üçün çalışacaq. Siz nəyi axtarırsınızsa o da sizi axtarır. Siz nəyə əmək verirsinizsə əmək verdiyinizdə sizə əmək verir. Buna əmin olun. Baxın, örnək də verim sizə. Bir abituriyent əgər imtahana hazırlaşırsa, əlindən gələn hər şey eləyirsə, o əslində fürsət hazırlayır. Nəyə fürsət? Tələbə olmağa fürsət hazırlayır. Hazırlaşanlar, çalışanlar o fürsətləri yaxalayıb tələbə olurlar. Hazırlaşmayanlar üçün də o fürsət yoxdur. Nə tökərsən aşına, o da çıxar qaşığına. Yəni fürsət əmək verilən, mücadilə edilən, uğrunda əmək, zaman, qaynaq ayrılan bir dəyərdir, gözəl insanlar. Fürsət sizi gəlib tapmayacaq. Fürsəti siz yaradacaqsınız. Bərəkət sizdən, bərəkət Allahdandır. Bunu əsla unutmayacağıq. İndi bizim fürsəti biraz da yaxşı anlamaq üçün fürsət sözünün kök mənasını sizə izah etməyə çalışıram, gözəl insanlar. Baxın, gözəl dilimizdə, ana dilimizdə, Azərbaycan türkçəsində gözəl sözlər var. Fərasət, fürsət, fərasətli adam deyirik, doğrudurmu? Bu söz əslində ərəbcə bir sözdür. Ərəbcə fərəs sözü ilə eyni kökdəndir. Ərəbcə fərəs at deməkdir. At. Niyə görə ata ərəblər fərəs adı qoyublar? Çünki atın gözlərinin belə çox yönlü görmə imkanı var. Fikir vermişsinizsə atları, hərəkət edən atların belə gözlərinə xüsusi gözlük taxırlar ki, atlar çaşmasın, büdrəməsin, yıxılmasın. Çünki kənarları da görür, o kənarlar düz yola getməsinə mane olur, bəzən büdrüyür, bəzən də yıxılır. Yəni burada deyə bilərsiniz ki, müəllim, bu fərəs, fürsət, fərasət, fərasətli sözü ilə fürsətin arasında nə əlaqə var? Bax, bu əlaqə var. Atın gözlü məsələləri, yerləri hər tərəfli gördüyü kimi, o insanın qarşısına, o insanın qarşısına fürsət çıxır ki, o insan fürsət yaratmaq imkanını əldə edir ki, diqqət, o məsələləri hər tərəfi ilə görməyi bacarır. Yəni, Allahın ona verdiyi ağlın haqqını yerinə yetirir. Hər tərəfli düşünür. Öncə düşünür,
Məsələləri çox yönlü düşünür, axtarır, tapır, bilmədiklərini də bilənlərdən soruşur, öyrənir, oxuyur, məsələləri hərtərəfli qavrayandan sonra qərar verir. Baxın, fürsətin qapısını döyür, fürsətin qapısını açır. Çünki ağlının haqqını verdi, iradəsinin haqqını verdi, çalışdı, oxudu. Yəni, ağlın haqqını verməyənə fürsət gəlməz. Birinci mesajım budur, gözəl insanlar. İkinci, fürsətin qarşısındakı ən böyük əngəlin biri tənbəllikdir. Çalışmamaqdır, istəksizlikdir, maraqsızlıqdır. Baxın, tənbəl adamlar nə fürsəti yarada bilərlər, nə də fürsəti yaxalaya bilərlər, gözəl insanlar. Tənbəlliyin ziddi çalışqanlıqdır. Kim çalışacaqsa, baxın, dünyanın bütün böyük insanların lütfən, gənclərə tövsiyə edirəm bunu. Hətta böyük idmançıların belə. Sevdiyiniz idmançıların belə. Baxın, Hüseyin Boltun həyatını öyrənin, film çəkilib baxın. Messi ilə bağlı film çəkilib baxın. Ronaldo ilə bağlı film çəkilib baxın. Amma hansı gözlə baxın? Pele ilə bağlı film çəkilib baxın, lütfən. Amma hansı gözlə baxın? Görün ki, onlar özlərinə o fürsəti qapısını necə açıblar. O fürsəti yaxalamaq üçün, o fürsəti əldə etmək üçün nə qədər böyük əmək, zaman, qaynaq, enerji veriblər, gözəl insanlar. Heç kim birdən-birə, baxın, birdən-birə məşhur olmaq həvəsinə düşmür. Belə bir şey yoxdur. Aldadıcıdır. Yalancı belə fenomen ola bilərsən, amma altında bir dayanaq yoxdursa, qaynaq yoxdursa, əmək yoxdursa, mücadilə yoxdursa, elm yoxdursa, o məşhurluq sönər gedər, saman çöpü kimidir. Biz köklü ağac olacağıq ki, meyvələrimiz olsun, gözəl insanlar. Onun üçün də əmək, zaman və qaynaq ayıracağıq. Tənbəlliyin daşını atacağıq, əməyə yönələcəyik ki, fürsətlər yarada bilək, gözəl insanlar. Sonra hədəfsizlik. Üçüncü vurğum budur, hədəfsizlik. Yəni, bir insanın hədəfi yoxdursa, hədəfsizdirsə, o fürsət yarada bilməz. Baxın, hədəf çalışdırır, hədəf yönəldir, hədəf diqqəti yönəldir, enerjini yönəldir. Əgər sizin bir hədəfiniz varsa, amma burada da bir şey deyirəm, hədəfiniz imkanınıza uyğun olmalıdır. Bu cümləmin altından xətt çəkirəm. Hədəfiniz imkanınıza uyğun olmalıdır. Hər adam hər şeyi bacarar. Filan kəs bacardı, sən də o işi edə bilərsən, bir mifdir, doğru deyildir. Allah hər insanı fərqli qabiliyyətlərlə yaradıb. Siz öncə o qabiliyyətlərinizi kəşf edəcəksiniz, hədəfinizi qabiliyyətinizə, imkanınıza, Allahın sizə verdiyi imkanlara uyğunlaşdıracaqsınız. Yəni, imkanına uyğun, fitrətinə uyğun çalışan fürsət yaradar. Hədəfi olan fürsət yaradar. Hədəfi olan necə çalışacaq? Düzənli, sistemli, ardıcıl, planlı. Hədəfsizlik fürsəti öldürər. Hədəf, imkan, imkanına uyğun hədəf isə yeni fürsət qapıları qarşınıza çıxarar, gözəl insanlar. Dördüncü deyəcəyim bir şey budur ki, hədəfi, fürsəti öldürən, yəni fürsətin yaranmasına imkan verməyən ən böyük xəstəliyin biri qorxudur. Qorxaq adam fürsət yarada bilməz. Belə deyirəm, fürsət cəsurlara aşiqdir. Cəsur adamlar fürsəti görür. Əslində mən cəsarətə həm də belə tərif verirəm. Cəsarət fürsətləri görməkdir. Cəsarət fürsətləri görmək bacarıqdır. Cəsur olsanız, baxın, cəsur olsanız, risk alsanız, məsuliyyət yüklənsəniz, hədəfiniz uğrunda inatkarlıqla mücadilə etsəniz, cəsarətinizin haqqını versəniz, cəsarətin sizə verəcəyi birinci qapı, birinci nemət budur. Sizə fürsətlər açacaq. Cəsur adamlar qarşıya gedər, irəli gedər. Bayaq dediyim kimi, dünyanın o böyük adamların hamısı bir cəsarət ortaya qoyublar. Özlərini kəşf ediblər, əmək ortaya qoyublar, qorxulardan qurtulublar. Cəsarətlə hərəkət etdiklərinə görə yeni uğur qapıları, yeni fürsət qapıları yaradıblar, gözəl insanlar. 5-ci ya da 6-cı sıranı bəlkə dəyişik sala bilərəm, onu qüsurumuza baxmayın. Fürsətin qarşısındakı ən önəmli, belə deyək, ən ciddi maneələrdən biri oxumamaqdır. Baxın, oxumaq çox önəmli bir şeydir. Gözəl insanlar, təhsil, yüksək təhsil, keyfiyyətli təhsil, həqiqi oxumaq, öyrənərək, anlayaraq oxumaq, oxuduğunu tətbiq etmək, elm, güclü elm, xarici dillər öyrənmək. Baxın, bunlar yeni fürsət qapıları açır. Oxumamaq fürsət imkanlarını öldürür, oxumaq, təhsilə, elmə yönəlmək, kitablar oxumaq, özdə oxumağın hər çeşidindən istifadə edir. Elə uşaqlar kağızdan oxumağı sevmir, dinləsin,
görsün. Gezmək də oxumaqdır. Görmək də oxunmaqdır. Toxunmaq da oxunmaqdır. Bir şeye toxunmaq da öyrənməyin bir yoludur. Təcrübələri paylaşmaq da oxumaqdır. Dünyanı anlamaya çalışmaq da oxumaqdır. Baxın, hər söz beyninizdə, baxın, hər söz beyninizdə bir pəncərədir. Düşüncənizin sınırları beyninizdəki sözlərin sınırı qədərdir. Nə qədər çox oxuyursunuzsa, hər söz yeni bağ yaradır, yeni əlaqə yaradır, düşünmə imkanınızı artırır. Bir insanın sözləri nə qədər zəngin, söz ehtiyatı varsa, o qədər dərin düşünmə imkanı var. Yəni, elm, təhsil, oxumaq, öyrənmək insana fürsət yaradır, gözəl insanlar. Yəni, fürsət, elmə, təhsilə, oxumağa aşiqdir. Oxumağın hər çeşidindən istifadə edəcəyik. İnsanlarımızı oxumağa yönələcəyik, gənclərimizi oxumağa yönələcəyik. Bir gənc ömrünün bu ən gözəl çağını nəyə həsr etməlidir deyirsinizsə, mən onun başına elm və təhsili qoyuram. Bax, elmə, təhsilə yönəlsəniz ki, yönəlin, mütləq yönəlin. Özdə mənim belə videolarımın altından bunu xahiş edirəm, yazmayın. Bəziləri yazlar ki, müəllim, siz danışırsınız, boş şeydir. Azərbaycanda buna önəm verməzlər. Ya, dünya Azərbaycandan ibarət deyil. Ana məhkum olmayın, hər an hər şey dəyişir. Baxın, nə deyirəm? Sən hazır ol, fürsəti yarat deyirəm. Kimsə sənə fürsəti hazır gətirib qapında verməyəcək. Belə bir şey yox. Dünyada da yox, deyil bu? O fürsət qazanan adamların həyatlarını bir də təkrar edirəm. Oxuyun, görün fürsət necə qazanılır. Vaxtlarının gündə, məsələn, dünyanın böyük adamlarının özəlliğinin biri budur ki, onlar vaxtlarının, diqqət edin burası, vaxtlarının, diqqət, %75-80%-ni oxumağa həsr edirlər. Dünyanın böyük adamlarını mən həyatını araşdırmışam. Ən gec yuxudan oyanan 6'dır. 4'də oyanırlar, 5'in yarısı oyanırlar, 5'də oyanırlar, 6'ın ən gecə 6'dır. Bax, adam belə düşünmür, mən hər şey əldə eləmişəm, elmim var, təhsilim var, milyonlarım var. Xeyr, hər gün çalışır, baxın, hər gün özlərinizdə işləyəcəksiniz. Hər gün işləmək, hər gün oxumaq, hər gün yeniliklərə açıq olmaq sizə yeni fürsət qapıları açacaq, gözəl insanlar. Oxumağın altından özəlliklə vurğu çəkirəm gözəl insanlara. Fürsətin qarşısındakı ən önəmli maneələrdən biri sürüyə qoşulmaqdır. Baxın, sürüyə, yəni ağlını, adam əgər ağlını, iradəsini, vicdanını bir qrupa kiraya verərsə, özü düşünmür, o lideri onun haqqında düşünür, o insan heç vaxt fürsət qazanamaz, özünü gerçəkləşdirəməz, çünki sürüdür. Fürsət, diqqət, azad insanları sevir. Azad olan insanlar, buxovlarını qıran insanlar, sürüyə tabi olmayan insanlar, öz iradəsinin, ağlının haqqını verən gənclər fürsət yaradarlar. Qorxaqlar yaradan bilməz, savadsızlar yaradan bilməz, təhsilsizlər yaradan bilməz, tənbəlsizlər yaradan bilməz, əmək, zaman, qaynaq hazırlamayanlar yarada bilməz, qorxaqlar yarada bilməz, cəsurlar yaradar. Sürüyə qoşulanlar, sürüdən olmaq yarada bilməzsən. Özünü insan olduğunu anlayacaqsan, səni Allahın nə üçün yaratdığını anlayacaqsan və hərəkət edəcəksən. Onlar yeni fürsətlər yaradarlar, gözəl insanlar. Baxın, fürsətin qarşısındakı ən önəmli maneənin biri, xəstənin biri təkəbbürdür. Təkəbbür, ehtiyacsızam, heç bir şeye ehtiyacım yox. Baxın, təkəbbür nəyə görə fürsətin qarşısını öldürür? Çünki təkəbbür ağlı öldürür. İnsan belə düşünür ki, mən ehtiyacsızam, hər şey, heç bir şeye ehtiyacım yoxdur, hər şeyi bilirəm, hər şeye sahibəm. Təkəbbür düşməndir, fürsətin düşmənidir. Ağlı öldürür, ağlı olan insan da həqiqəti görmür. Həqiqəti görməyən insan kəşfə yönəlmir, kəşfə yönəlməyən insan da inkişafa yönəlmir. Kəşf yoxdursa, tənqid yoxdursa, inkişaf da yoxdur, fürsət də yoxdur. Baxın, təkəbbürün belə insanın həyatında belə bir təkəbbür insanın düşmənidir. Ümumiyyətlə, hər şeyin düşməni. Bütün məğlubiyyətlərin səbəbi nədir desəniz, birincisi təkəbbürdür. Və fürsətin qarşısındakı ən böyük maneələrdən biri təcriddir. Bax, mən belə deyirəm, gözəl, yeni fürsətlər qazanmaq istəyirsinizsə, sevgili gənclər, diqqət edin, sağlam sosial əlaqələr qurun. Sağlamın altından xətt çəkirəm, sağlam sosial əlaqələr qurun. Nə qədər ağıllı dostlarınız olsa, cəsur dostlarınız olsa, dar gündə, zor gündə, xoş gündə sənin yanında olsa, birbirinizi zənginləşdirsəniz, baxın, təşviq etsəniz, nəyə? Cəsarətə, oxumağa, elmə, təhsilə, səliqəyə, düzlüyə, əxlaqa, inkişafa, elmə, kitaba, dünyaya açılmağa, açıq insan olacaqsınız. Təcrid qapalı deyil, qapalı su iylənər.
Bakın sağlam sosyal əlaqələriniz olsa, gözəl çevrəniz olsa, baxın, bir şagirdə, bir insana bir müəllim kimi deyirəm. Ən çox təsir edən müəllim deyildir, valideyn də deyildir, çevrəsidir. Gözəl sosial bağlarınız olsa yeni fürsətlər qazanacaq. Yeni imkanlar ortaya çıxacaq. Bu imkanların da çeşidi çoxdur. Bu sosial əlaqələr sizi irəli apara bilər, yeni ruzi qapılar açar, yeni elm qapıları aça bilər, yeni səyahətlər qapıları aça bilər, sizi zənginləşdirər, yeni dünyada olan yeniliklərlə sizi tanış eləyər. O dar gündə, zor gündə bir-birinizə dayaq olarsınız, güc olarsınız, birləşərsiniz. Mən deyirəm ki, sosial əlaqələr gücdür, imkandır, fürsətdir. Fürsət mi yaratmaq istəyirsən? Sosial əlaqələr olsun. Sağlam sosial əlaqələr olsun. Gözəl insanlar. Fürsətin qarşısındakı maneələrdən biri mükəmməlliyətçilikdir. Baxın, mükəmməlliyətçilik psixologiyadır, bir xəstəlikdir. Hər şey mükəmməl olmalıdır. Baxın, bu insanın işləməsinə imkan verməz. Bir kərə gözəl gənclər, sevgili gənclər bunu bilməliyik ki, insan qüsurlu varlıqdır. Mən hər zaman dediyimi abituriyentlərimə, tələbələrimə dediyimi sizə də deyirəm. Mən buna baxıram, bunu soruşuram. Sən qarşına qoyduğun hədəf üçün, iş üçün əlindən gələni etdinmi? Baxın, siz əlinizdən gələni etmisinizsə, o istədiyiniz nəticəni alsanız da, almasanız da, siz qalibsiniz. Önəmli olan budur. Sən gerçəkdən özün özünə sual versən ki, mən bu iş üçün əlimdən gələni etdimmi? Mükəmməlliyətçi olmayacağıq. Qüsurluyuq. Biz əlimizdən gələni edəməyə baxacağıq. Əgər siz bacarıqlarınızı, diqqətinizi, enerjinizi, gücünüzü əlinizdən gələni yönətsəniz, ona uyğun fürsətlərin qarşınıza çıxdığını görəcəksiniz, gözəl insanlar. Fürsətin qarşısındakı maneənin biri budur. Bizim gənclər təxminən belə düşünürlər. Həvəsim gəlsin, çalışım. Mən bu düsturu tərsinə çevirirəm. Deyirəm ki, çalış ki, həvəsin gəlsin. Lütfən, cümləmin altından xətt çəkirəm. Belə gözləməyin. Həvəsim gəlsin, çalışım, ilham gəlsin, çalışım deməyin. Çalışın ki, həvəs. Baxın, oturan kimi, çalışmağa başlayan kimi həvəs gələcək. Həvəs çalışanları sevir, gözəl insanlar. Fürsət çalışanları sevir. Nəhayət, ertələmə xəstəliyi fürsətin qarşısındakı bir maneədir. Yəni, bugünün işini sabaha qoymaq. Bugünün işini sabaha qoymayacağıq. Planımız, ölçüləbilir planımız olacaq. Ölçüləbilir plan budur. Hansı işi, nə vaxt, neçə saat, neçə dəqiqə, necə yerinə yetirəcəm. Ölçüləbilir plan budur. Bu işi görəcəm, nə zaman görəcəm, saat neçədə görəcəm, nə qədər vaxt sərf eləyəcəm, onun nəticələrini yoxlayacam. Əgər bunları qoyursa, bunu ölçə bilirsiniz. Elə nəticələriniz olacaq. Yəni, ertələməyəcəksiniz. Bugünün işini sabaha qoymayacaqsınız. Son bəndimdə valideynlərlə bağlıdır. Gözəl valideynlər, dəyərli valideynlər. Bilirəm ki, sizin gözünüzün işığı, ürəyinizin o nuru övladlarınızdır. Övladlarınızı çox sevirsiniz. Hətta bəziləriniz deyirsiniz ki, mən övladım üçün yaşayıram. Baxın, amma övlad üçün yaşamaq, övladı sevmək, onların istədiyi hər şeyi etmək deyildir. Sizin vəzifəniz onları həyata hazırlamaqdır. Əgər istəyirsinizsə ki, övladlarınız yeni fürsətlər yaxalasınlar, yeni fürsətlər qarşılarına çıxsın, yeni fürsətlər ortaya qoya bilsinlər, baxın, diqqət edin, onlara seçim haqqı verəcəksiniz. Seçim haqqı verən kimi, seçim haqqının arxasınca məsuliyyət gəlir. Baxın, seçim haqqı olmayan, məsuliyyəti olmayan, azadlığı olmayan uşaq inkişaf etməz, onda məsuliyyət formalaşmaz. Bir misaldan belə deyirəm. Bax, deyirəm ki, maşının sürücüsü siz olmayacaqsınız. Maşının sürücüsü uşağınız olacaq. Bunu maşını məcazən deyirəm. Yəni, demirəm, evinizdəki maşını verin uşaqlar sürsün. Onu demirəm. Deyirəm ki, övladlarınızın edə biləcəyi işləri onlara verin. Baxın, maşının sürücüsü övladınız olsun. Rolda o otursun. Amma sən də o sürücülük kursuna gedib sürücülük öyrənmək istəyəndə yanınızda bir yardımcı sürücü oturur. Yanınızda oturur. Nedir? Onun işi nədir? Siz rolda olursunuz, o yardımcı sürücü sizə yardım edir. Səhv edəndə kömək edir. Yəni, övladlarınızın bacaracağı işlərin rolunu, idarəçiliyi onlara verəcəksiniz, amma nəzarətsiz də qoymayacaqsınız. Onun yanında yardımcı sürücü olacaqsınız. Nə qədər ki, siz rolda özünüz oturmuşsunuz, uşaqlarınıza seçim haqqı verməmisiniz, onlar böyüməyəcəklər. Onlarda məsuliyyət duyğusu olmayacaq, onlarda fərasət ortaya çıxmayacaq, onlar üçün fürsət ortaya çıxmayacaq və istədiyiniz nəticəni övladınızdan ala bilməyəcəksiniz. İnan,
seçim hakkı ver, məsuliyyət olsun, yanında yardımcı sürücü ol. Övladına kömək et. Uşaqlarımızı həyata hazırlayaq. Biz gerçəkdən Azərbaycanı seviriksə, Azərbaycanın gələcəyi olan gənclərə əməyimizi verməliyik, enerjimizi verməliyik, qaynaq verməliyik, yol göstərməliyik. Mən də bu videoda sizə bildiklərimin bir qismini paylaşmağa çalışdım. İnanıram ki, ümid edirəm ki, faydalı olmuşdur, xeyirli olmuşdur. İnşallah rəylərinizdən də bunu görəcəm. Allah övladlarınızdan sizə xeyir versin. Övladlarımıza deyəcəyik ki, Allah səni bir missiya üçün yaradıb, o missiyanı gerçəkləşdirmək sənin işindir. Seçim haqqında var, məsuliyyət haqqında var, əməyin də var, zamanın da var, qaynağın da var. Bizim də müəllim, valideyn kimi borcumuz sənə yardımcı olmaq. Sənin işini görmək deyildir. Sənə yardımcı olmaqdır. Əlindən tutmaqdır, sənə yol göstərməkdir. Səni irəli getmək üçün əlimizdən gələn hər şeyi hazırlamaqdır. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun. Əziz Allahın o sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.